Salam değerli izleyicilerim. Bugün ben size Zabrat'ın güzel bir yerinde 5,6 sotda inşa olunmuş güzel bir ev təqdim edeceğim. Evimiz gördüğünüz gibi həyətyanı sahəsi var. Burada üzüm çardağı var. Düzdür, üzüm atlandırmayıblar ama var da hazırdır çardaq. Sonra belə həyətyanı sahəsidir. Əkin əkməyə, toyuq yini var, toyuq saxlayırlar. Yəni saxlaya bilərsiniz. Sonra keçirik həyətə, həyətlə tanış olaq. Evimizin həyəti gördüyünüz kimi navestidir. Neçə maşın yerləşəsi geniş həyəti var. 4-5 daş kürsülüdür. Burada evin belə deyək, yay mətbəxidir. Bir də ki, əlinə gələn artıq nəsə əşyalarımı, bankalarımı yerləşdirməyə belə bir yerdir. Sonra evimiz 4 otaqdan ibarətdir. Sənəd əvvəlcədən deyim ki, bələdiyyə sənədidir. Zabratda onsuz da demək olar ki, 90% evlər sənədləri bələdiyyə sənədidir. Burada həyətdə hamam tualeti ayrı-ayrı. Keçək indi evin içinə. Ev şəxsi tikilmə evdir. Bütün kommunalları var və fasiləsiz verilir. Gördüyünüz kimi evin genişliyinə baxanda görürsünüz ki, elə bura şəxsi evdir. Yəni heç bir kəs 5-6 sotda ev tikib satmır. Belə deyək. Bura evin salonu. Görürsünüz nə genişlikdədir, maşallah olsun. Bura yataq otağı. Bura hamam tualeti. Evin çölündə də var, həyətində hamam tualeti. Evin içində də var. Görürsünüz genişliyə baxın, nə genişlikdədir maşallah. Burada bir yataq otağı. Evin qiymətində endirim olunacaq. Bura mətbəx, mətbəxə baxırsınız, elə demək olar ki, vallahi əksəriyyət evlərin zalı o qədər yoxdur heç. Çox geniş evdir, şəxsi tikilmiş evdir. Evin qiyməti 145.000 manat.